Bir seansını 30 manat edirəm. Deyir bir dəfə birini pay eləyəcəm. Gedək görüm işe yarayır. Bəlkə yaradı. Fizioterapiya tok verir. Oy, az mən toka dözənmərəm. Toktan yaxşıdır elə türkü. Mənim türkülüyə ehtiyacım yox. Tek sağalım sən Allah. Açın koyma ağzına Hı? konfeti. Çıkıyor. Gece değil de saat 2 işleyip. Ağzını ayır, ağzını ayır. Parmağımı dişleyersin ha. Lumu attığın içine. He, lomu da atmışım. Bayaq vəfada məni yedizdirdi belə. He, ağzın yanar ha. Az içdim, az içdim. Evet, Sudan az içdim, ağzıma çox getmədi. Kusursun dedim ağzını yandır ha. Açdım. Konfeti ağzına koyanda parmağımı aparmıştın az kala. Parmağım gitmişti. Gülüm çox sağ ol, öpürəm həyatım. Teşekkür. Sizdən mənim üçün dua eləsəz, mən tez sağalacağım. Sizlərin duasını, kayıtlarda yorumlarınızı oxuyuram, dualarınızı oxuyuram. Mənə Gürcistanla zəng eləmişdilər. Mənə dedi ki, ona əməl ediblər. Bax, Quran haqqı dedi Kim ki, eləyərəm mənim o? mənə dedi ki, Məftun, ona Ayətül Kürsü oxu 7 dənə. Mən oxuya bilirəm də. 7 dənə fələklə nasıl oxu. Hə, bir də dedi ki, çimif qutarandan sonra var. Suyun içine bir kuruşkanın içine sirke de töysün, sirke. Axırda töysün onu başına, bütün bədənini. Üstüne aşağı düşsün aparsın. İçməyəcəm də birazdan. Hə, yazmasa sirke de tökəcəm başına. Suya tökəcəm, yoksa yandırar başını. Hala qoy ağzına. Kim? Burada. Kim eləyir ki, əməl? Ne bileyim, valla kim elirsə Allah əmələ salsın. Mən kimdən mənim işim var ki? Heç kimə pisliyəməyən adamam. Mənə deyir ki, sənin üstündə var, sən də təmiz deyilsən. Deyir, o canlıda baxdım, babaşa çox pis oldum, həqiqətən deyir. Əməlbaz kimdir görəm? Qorxuram elə şeylərdən. Əməl eləyən əmələ düşsün görüm. Yazıq adamlarıq. Kimlə nə işimiz var? Ay Məftun, nə kartda qoymuşsan? Anama görə qoymuşam, ay ürəyim deyə buradadır. Anamla yaxın gördüm, babaş, gir mənim durumuma bax. Sən Allah bax. Sən anayın gör, gir mənim durumuma bax. Ondan deyirəm. Deyirəm sanatoriya göndərməyim, babaş. Bilgəkdə var, biri deyir 1000 manatadır, biri deyir 600 manatdır, nə bilim ha. Asacam qulaq. Qulağına sasa, hara sassan? Kəndirlə yoxsa gün məftillə? Yox, bəyəkçi xanım deyir ki, səsimə qulaq as, amma mikrofona qoymam. Kimsə mənə 1 manat atdı, çox sağ ol qadınam, Allah başından döysün. Allah ömrünə bərəkət versin, xəttadan bəladan uzaq eləsin səni. Bəyax qonşularım gəldi, o deyirdi bir dənəm istəmirdilər də canlı deyizada səsi düşsün. Məftun bağla dedi. Hə, ona görə qonaqlar gəlirdi bunun yanına. Ona görə Baxmada gəl ziyarət edirlər ha uşaqlar. Ona görə bağladım ki, şey olmasın. Narahat qalmasınlar da. Çox adam istəmir səsi düşsün, nə bilim. Kəsdə ağrını. Görək. Elə yox, indi oynadıram biraz ağrıyır. Mən sən ağrıyır. qılçını qaldırdım, bəyək ona görə sən qılçan biraz düzəlt ağrısı kəsdi. Sabahda gidiyor arvadda qılçan qaldırsın bir dəfə. Ondan sonra düzələsən. O şey edir də, qılçını qaldır, belə idman hərəkətləri edir, dartırın ağarsa bilmirəm. Düzəlsəm bir dənə kuzu kesəcəm. Kuzu. O arvadın qapısında gidək kəsək. Hansı arvadın? Sənin qılçını düzəldən. Görün uşaqlar.
Qurbanlıq kəsərəm. Payla kasıb küsü var payla. Səhər qalxamayağa əməliyyat olmaram, anaxadı getmərəm. Sen əməliyyat etsin yaxşı şeydir. Yox, anaxadı. Səhər qalxamayağa yer yeməm, Allah sen özün elə bu gecəni sahib düzələrsən. Ürəyimə xoş şey gəldi. Bu arifat səni düzəldəcək. Uşaqlar, nə olar, mənim üçün dua eləyin. Mən gedim əməliyyat olmayayım. Əgər səhər qalxamayağa getmərəm əməliyyata. Getmərəm, ömür oturaram el evimdə. Söz verirəm, pəhrizimi saxlayacağım. Bu boyda çörəkdən artıq birdən-birə çörəyi kəsə bilmərəm. Məni elə bil kökəm, mən yeyən adam olmuşam. Baba, bu boydadan artıq yeməyəcəm. Gecədə söz verirəm, saat 6-8-dən zaten 9-dan sonra yeməyəcəm. Yeməyin, 8-də yox. 6-dan sonra yeməyin. Gördün acımsan, xiyarı doğra, bu boyda xiyarı. Qəşəng doğra, balaca doğra. İçinə də gömür qatıq. Deyim, mən elə yiyirəm, bəyəxlar elə yemişəm. Sən ki, deyirdim, şey yiyəcəm, nədir yumurta? Yumurtanı təxirə saldı. Bax, Allah'ım da. Ziyan da yox da. İstəyirsən, sana eləyim, gətirim, ye. Nə? Yox, xiyardan, mən də yiyim, sən də qatıqdır. Şeydir, dəfə şey qayırıb. Hətta onu da qayırıb, o qayırdığından yedin, da, elə. Yedin onu. Ha? Yox, bax, yemə da. Kimsə mənə 5 manat atdı. Allah əvəzini versin. Qadınam, çox sağ ol, ömrüm günüm. Allah səni pis xəstəliklərdən, yerin göyün bəlasından qorusun. Ali, sağ ol, qıqam. Hayır, çok sağ olun, ömrüm günüm. Maz çəkif deyil. Maz çəkif deyil, ağrısı biraz ona görə kəsir. Kimsə bir manat atdı mənə. Çox sağ ol, ay ürəyim. Allah başından tüysün, gözümün ışığı. Ali, çox sağ ol, qadam, cibin dolu olsun. Fizioterapiya yox, qadınım. Arva taparacaq, tartacaq, indi nə inəyəcək, dağaracaq. İstiləndim, çay içdim. İşdə istiləmək yaxşıdır. Allah haqqı, hə, o şalın hanı, get bağlayın belini. Heç vallahi evdə anama belə qulluq eləmirəm. Belimi? Deyirəm, evdə anama heç belə qulluq eləmirəm. Kimsə mənə bir manat atdı. Çox sağ ol, qadınam. Allah min əvəzini getirsin. Sabah gedim anama aparım həkimə, iynə vurdusun. Həm də ona sistem Sən var. necə gedəsən? Gün ortadan səndən şey eləyək, gedək. Mən gedim gəlim, hə, gedib. Yox, düzəni yedizdirim, gedəcəm. İndi birazdan gedəm, 2 manat gəldi. Çox sağ ol, ay ürəyim. Allah min əvəzini yetirsin. Allah səni başından ruzun o qədər tüysün, canlı da həmişə sağ eləsin. Mən də belə Məfton. Ha? Uzanmaq istəyirəm. Uzanda yavaş-yavaş. Pis durmuşam. Uzanda bir eləyim, görsənmə. Mən götürəyəm, sıxıldı istəyirəm. Əmr. Sən baxıram Məfton, görüm. Allah cəmi xəstələrə. Amin. Uşaqlar, deyirsiniz indi xəstədə telefonu alın əlinə. Bu telefonu əlimə almasam ürəyim partlayar burada. Əvqadan başı qarışır. Uşaqlar, biraz başım qarışır, Allaha. Bu canlı olmasa mən darxaram. Ona buna baxıram, başım qarışır. Quran haqqı telefonu əlimə almasam, elə bilərəm ki, lafda təmiz ürəyim partlayar. Bu da yanında oturmasa, elə birində bu da getsə evinə var, qonşum getdi, gecəni yatmayıb. Yazıqdır, dedim, get yat. Elə bil ölərəm. Təhlükdən laf daha da artır. Dualarımız səninlədir. Çox sağ ol, qadınam. Allah ömrün uzun eləsin. Yorumları oxuyuram. Ben ona görə deyirəm də ki, yaxşı yorumları da görürəm. Mingəçevirdə bu gün hamı ayağa qalxmışdı, xanımlar. Allah şəkil çəkdirdi, Allah başımı sığallayırdılar. 1 manat da gəldi. Çox sağ ol, qadınam. Təşəkkür edirəm. Çox sağ ol, Ayda Avcı. Anam bizə ton sanatoriya qoyun. Ay dost. Ay İsmail, ona qarım ayağım ağrıyır. Ağrıdı, biraz baxıram, başım qarışır. Adamın ağrısı yazmaz. Birazdan da televizor açacağım, uzanıb. Nə bir serial qoyacağım, birisi çıxması izləyim. Hadi ya bak, hadi ya. Həqiqi. Telefondan koşa YouTube'da bilsən. yoxdur axı, hadi. YouTube'dan buradan qoşa biləm. Buradan koşamırsan. Buradan qoşa biləmək. Hadi YouTube'da yoxdur. Mən şeydən baxacağım. Telegramdan. 2 manat da gəldi. Sağ ol, ay gözümün ışığı. Allah min əvəzini versin, qorusun. Ürəyim sağ qurban. Allah heç kimi... Özünüzü qoruyun, aşağılar. Deyib, bax, mən gördüm, yataq nə günə saldı. Özünüzü qoruyun. Allah heç kimi yaxınları ilə, Dəriyə çox sağ ol. Allah heç kimi yaxınları ilə imtihan eləməsin. Canı ilə, balası ilə, nə bilim. Mənim təziyimi döşdə, Məftun gəldi, başım ağrıydı. Qıçaymışım, gəldim.
Sən arıqlamağa düşün. Yaxşı. Kimsə mənə pul atdı, görmədim. Yaxşı. Ne kadar artık. Allah başından diyorsun, kurban olun. Elə bir ayağımı uzadıram, ağrıdı bax, indi yenə ağrıdı, böyrü. İstən bəyək sən o yüzü quyulu uzananda ağrısı kəsir. Ayağında biri oynadı. Təziyimi də bilmir, anə verir. O indi bu elə bir səhər sağaldım durdum ayağa, gedib müayinələrdən keçəcəm. Tapmalıyam görüm mənə təziyi nə verir. Sən nə verim? Ha? Bilsən nə verim sayı? Nə dedim? Nə bilim dedim. Hə, təzyiqini ölçəcəm. Okey, mənə mesaj yazdı, okey. Ağrı verir təziyi. Yo, bu çıxmamışdan qabaq da təziyim yüksək idi. Həmişə sərsərə təziyim olurdu. Təziyi tapmalıyam görüm təziyi mənə verir. Böyrəyimi verir, nəmi verir. Az məftun niyə sağ? O deməkdir mənim özümünküdür. Qıraq adam deyil, deyəm pulla sestra tutmamış, ona deyəm çox sağ ol, xanım, çox sağ ol. 50 dəfə demişəm. Ay bala